Ağıllı şagirdlərim. Başlayaq. Deməli, bugünkü mövzumuz eşitmə orqanımızdır. Eşitmə orqanımız qulaq haqqında danışacağıq. Eşitmə mərkəzi haradır? Onu siz mənə deyəsiniz. Gicgah payıdır. Bəli, burada da göstərilib 2 dənə gicgah payı. Bu eşitmə mərkəzidir. Bu bizim qulaq hissəmizdir. Buna deyirlər xarici qulaq. Xarici qulaq aiddir bura qulaq seyvanı. Bu gördüyünüz qulaq seyvana aiddir. Bir də keçəcəyə aiddir. Qulaq keçəcəyi deyirlər buna. Bu gördüyüm bu hissədir. Bura xarici qulaq keçəcəyidir. Səs qulaq seyvanı vasitəsilə tutulur. Qulaq seyvanı vasitəsilə tutulduqdan sonra səs yönəlir xarici qulağın keçəcəyindən. Burada təbil pərdəsi vardır. Təbil pərdəsini titrədir. Ümumiyyətlə qulaq 3 hissədən ibarətdir. Xarici qulaq, orta qulaq və daxili qulaqdan ibarətdir. Xarici qulaq səsi gətirdi, təbil pərdəsini titrədəndə artıq buradan sonra başlayır orta qulaq. Orta qulaqda 3 ədəd qulaq sümüyü var. Gəlin o sümüklərlə tanış olaq. Təbil pərdəsi budur. Təbil pərdəsi titrəyəndə, baxın təbil pərdəsinin görüntüsüdür bu. Təbil pərdəsi titrəyəndə çəkic sümüyü düz təbil pərdəsinə dayanıb, fikir verirsiniz. Təbil pərdəsi titrəyəndə çəkic sümüyü tərpənir. Çəkic zindana vurur, zindan da üzəngiyə vurur. Bu da üzəngidir. Çəkic, zindan və üzəngi. Üzəngi sümüyündən, deməli, bunu vuracam. Üzəngi sümüyündən sonra burada bir dənə, baxın, oval pəncərə vardı ki, buradan içəri daxil olsun. Və burada orta qulaq bitir, daxili qulaq başlayır. Daxili qulaqda uşaqlar təkcə eşitmə, burada eşitmə reseptorları ilə yanaşı, eyni zamanda burada müvazinət orqanı da vardır. Buna müvazinət orqanı haqqında da danışacağam. Əsas səsin getdiyi yolla bir tanış olaq. Deməli, orta qulaqda deməli zindan, çəkic zindan üzəngidən oval pəncərəyə keçir. Bir də orta qulaqdan burun boşluğuna bir boru kimi belə deyək də dəhliz açılır ona. Buna deyirlər Yevstaxı borusu deyirlər. Və bu burada olan boru, məsəl üçün, əgər hər hansı bir qrip kimi, hər hansı bir xəstəliyə tutulduqda həmin borudan o bakteriyalar keçib orta qulaq iltihabı yarada bilir. Yəni bu kimi hallar baş verir. Bir də o əlaqə orada onun üçündür ki, təzyiq fərqini yaratsın ki, yəni qulaq kar olmasın da, burun tutulanda fikir verirsiniz ki, qulaq narahat olur. Belə bir hiss gəlir adama burnu tutulanda, qulağının içərisində acışma baş verir. Çünki orada təzyiq bərabərsizlik olur ona görə. Amma o bərabərliyi təmin eləsin deyə orada o boru mütləq vacibdir. Və üzəngi sümüyündən sonra oval pəncərədən daxil oluruq biz daxili qulağa. Daxili qulaqda dedim ki, burada eşitmə reseptorları vardır. Baxın, eşitmə reseptoru ilbizin içərisində olur. Eşitmə reseptoru korti orqanı vardır. Baxın, bu dəyir reseptorlara fikir verirsiniz və beləliklə səsi aparır. Elə bir səs gələndə onun gücündən bu dəyir. Dəydiyi zamanda titrədir, sinirlə aparır hara? Düz aparır gicgah payına. Baxın, götürür, aparır. Baxın, gicgah paylarına aparır. Buradadır. Deməli, sinir budur, götürdü, bu şəkildə apardı. Bu da gicgah hissəsidir. Fikir verdiniz necə getdi? Bu eşitmə idi. Bu yolla başa düşdünüz bu yolla. Əminəm ki, artıq bunu öyrəndiniz. İndi baxın, bu həmin o dediyim ilbizin, yarımdairəvi kanalın daxili qulağın içərisində yerləşməsinə baxın. Müvazinət orqanımızın və ilbizin daxili qulağın içərisində yerləşməsidir bu. Fikir verin buna. Bu şəkildə yerləşir. Baxın, ilbizə bənzədiyi üçün adı ilbizdir. Bu da müvazinət orqanımızdır. Müvazinət orqanının digər adı nədir? Yox, müvazinət orqanının adı nədir? Vestibulyar. Vestibulyar aparatdır, bəli. Vestibulyar aparatdır. Gəlin indi tanış olaq bundan. Müvazinət orqanı dedik ki, 3 yarımdairəvi kanaldan ibarətdir. Oval kisəcikdən ibarətdir. Oval kisəciyin içərisində uşaqlar daşlar var. Bu daşçıqların adı otolitlər adlanır, otolitlər. Onlar tərpənəndə artıq qulaqda, yəni
səs yaranır. Onlar tərpəndikcə otolitli, üzr istəyirəm, səs deyirəm. Fikrim qaldı qapı döyüldü, səs deyirəm. Otolitlər tərpəndikcə artıq o daşçıqlar yerindən oynayanda insan sanki elə bir ki, hiss edirsən ki, karuseldə falan baş verir, ürək bulanma kimi hallar baş verir. Bunu yerinə yetirən həmin daşçıqların yerinin dəyişməsidir. Siz bir də bilirsiniz ki, qulaqda bəzi xəstəliklər olur. Məsəl üçün, orta qulaq xəstəliklərindən biri qulaq sümükçüyünün orta qulaq sümükçüklərindən böyüməsi nəticəsində yaranan xəstəliklər vardır ki, məsələn, Beethoven, məşhur bəstəkar Beethoven bundan əziyyət çəkir. Bunun sayəsində ya tamamilə eşitməni itirirlər, ya da qismən eşitmə itirilir. Belə bir hal baş verir. Bundan başqa angina, skarlatina kimi xəstəliklər də burada yəni qulaqda yaranan bakterial xəstəliklərdir ki, törədirlər, bu şəkildə olur. Bu qədərdir. Yəni məncə problem var. Nə isə soruşmaq istədiyiniz bir şey var. Lap yaxşı o zaman. Diqqətiniz üçün təşəkkür edirəm.